Eləsin, belə kənddə yaşayanları, kəndi qoruyanları, ev-eşik sahibi olanları, cavanları ki, qalsınlar burada, yaratsınlar, yaşasınlar. Qədrin bilsinlər bu torpağın, qardaş. Gözəl torpaqlarda Cənnətdə. bugün əziz dostumuz, Respublikamızın gözəl ziyalıları Mustafa müəllim, Fərhad müəllim gəlmişik Lerikə. Mirmusa müəllimin qonağı. Mirmusa müəllimin qonağı olmuşuq. Hörmətli dostumuz professor. Təbiətin gözəlliyinə, Azərbaycanın hər güşəsi gözəldir, hər torpağı gözəldir. Həmçində Lerik torpaqları gözəldir. Allah burada yaşayan insanlara can sağlığı versin. Hörmətli prezidentimizə can sağlığı versin. Rayonlarımızı, gözəl asfalt yollar, şüşə kimi. Vaxtı ilə buradan heç araba Vaxtı getmək olmazdı. Amma indi baxın, Şükür təbiətimiz necə gözəldir. Şəhərlərimiz, rayonlarımız necə gözəldir. Yardımın Lerikin dağ kəndlərini asfalt çəkilir. Doğrudan gözəldir. Fərhad müəllim, bu Lerikin Bu kəndlərdir də, yardımlının. Hansı kəndlərdir? Zəngələ. Ora var, Zəngələ. Hora var, Zəngələ. Biraz